Fikir verirsiniz sən Allah. Kitab nazil olandan, Quran nazil olandan, Qurana iman gətirmək asan idi. Problem Peyğəmbərə itayətdə idi. Hamısı dedi, kitab bizə bəsdir, kitab bizə bəsdir. Şeytanın nə gözəl hiləsi idi bu. Gözəl dırnaq arası deyirəm. Özü üçün yaxşı. Hamısı bunsuz dinə razı idilər olar. İmamətsiz dinə. Siz fikir verirsiniz, dinin heç bir hissəsi ilə onlar mübarizə aparmırdılar. Peyğəmbərlə mübarizə apardılar. Sonra Əli ilə, sonra Həsənlə, sonra Hüseynlə əleyhissalam mübarizə aparırdılar. Ancaq bunlarla. Namazla işi var idi, yox. Quranla işi vardı, yox. Ver Quran oxusun cəmaat bütün günü. Çünki imam olsa dini icra eləyəcək. Dini icra eləyəndə bu oyun çıxarda bilməyəcək. Din icra olacaq, praktiki olaraq icraya keçəcək.